Və bu günləri, əziz həmvətənlər, qəsdən Əli Kərimli və AXZP-ni hörmətdən salmaq istəyənlər, onu qəsdən söyənlər, ona böhtən atanlar, hamısı istisnasız olaraq Azərbaycan hakimiyyəti tərəfindən idarə olunur. Bunu mı bilsin? Bunu mən namusuma and içərək deyirəm, Quran-ı Kərimə və Allah Teala and içərək deyirəm. Azərbaycanda bugün Əli Kərimli söyən, təhqir edən, böhtan atan və əsassız yerə arqumentsiz tənqid eləməklə nüfuzdan salmağa çalışan hər bir siyasətçi hakimiyyət tərəfindən maliyyələşdirilir, hakimiyyət tərəfindən idarə olunur. Bunu hamı bilsin. Hətta mən bu adamların bir çoxunu kimdən, hakimiyyətdən hansı qolundan nə qədər aldığını şəxsən bilirəm. Bunu Azərbaycanda siyasətçilərin çoxu bilir. Ona görə də Azərbaycanda kimin hakimiyyətə satqınlığını müəyyənləşdirməyi bir neçə meyarı var. İndi bir də Əli Kərimlə münasibət, onu biləsiniz.